Bugün iki mucize balalarımı eve yola sağlarak iki aileye sevinci bahşettik. Birinci 5 yılın hesretine son koyduk. Kızımız da hormonal problemiydi. Foliküler aparat çok zayıf idi. FSH, LH azıydı. Bir ile yakın malce olundu ve böyle bizim şipşirin körpe balamız dünyaya geldi. 4 kiloya yakındı. Şükürler olsun sapsağlamdı. Hemlelik çok çetin geçti, riskli geçti. 38 hafta kızımız yataktaydı ve ahırda sevindik ve arzumuza çattık. Körpe kucağımızdadı. Bugün eve yola salırıq. İkinci kızımız 2 yıldan sonra ana oldu. Uşaqlıq boyun çatışmamazlıq problemiydi. 24 haftadan yolumuz çok çetin geçti. Uşaqlıq boyun kısaldı ve açıqlıq başladı. Ona baxmayaraq 35 haftasına kimi çatdıq və sevindik, uğurla geçti. Ona baxmayaraq 35 haftalik körpemiz dünyaya geldi. Şükürler olsun kucağımızdadır ve bugün evine gelir küveze düşmeden. Çok sevinirim, çok xoşbaxtım. Sizi təbrik edirəm. Yolunuz xoşbaxt və həmişə belə sevincli olsun. Təbrik edirəm. Çox sağ olun Elmə doktor. Sizin sayənizdə artıq balacalarımızı götürüb evə yollanırıq. Yaxşı ki siz. Çox sağ olun. Təbrik edirəm. Siz də təbrik edirəm. 5 ilin həsrətinə son qoyduq. Arzunuza çatdınız. Həmişə belə sevinəsiz. Çox sağ olun doktor. Allah sizdən razı olsun. Yaxşı ki varsınız. Təbriklər. İstəyənlərə qismət olsun. Hər şey üçün çox sağ olun Elmə doktor. Sizin sayənizdə artıq 35 həftə olsaq da ona baxmayaraq küvəzə düşmədik. Sapsağlam artıq 2 gündən sonra evə gedirik. Çox sağ olun. Möcüzə doktorun möcüzə balası olaraq evə yola düşürük. Bəli, Elmira qızımız böyük qız olsun. Çox sevinirəm. Balacamızı var gücü ilə saxladıq. Dərmanlarla, müalicələrlə şükürlər olsun. Artıq 35 həftəyə çatdı qucağımızda və bir gün ana oldunuz. Evə yola salıram. Böyük qız olsun və istəyənlərə qismət olsun. Amin. Пока-пока.